Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Maddə miqdarının ikinci bölməsi qazların sıxlığı, nisbi sıxlıq, qaz qarışıqlarına aid hesablamalar. Başlığına baxacağıq, testlərin izahlarına. Birinci sualdan başlayaq. Hansı qaz hidrogendən 14 dəfə ağırdır? Hidrogen H2-də bilirik. Bunun emeri 2-dir. Bundan 14 dəfə çox, 2-ni 14-ə vuracaq. Eləyəcək 28. Bunların hər birinin emerini hesablayırıq və baxırıq ki, CO-da 28 demir. Deməli, variant olacaq E variantı. İkinci sual. Hansı qaz oksigenden 16 dəfə yüngüldür? Oksigen bildiyimiz kimi 32-dir. Bundan 16 dəfə yüngül, o demək ki, 32-ni 16-ya bölürük. Eləyəcək 2. Hidrogen olacaq. Hidrogenə görə nisbi sıxlığı 14 olan qazın 3-cü sualdır. 14 olan qazın nisbi molekul kütləsini müəyyən edin. Bildiyimiz kimi hidrogenə görə nisbi sıxlıq DH2-dir. Emir böl 2. Bu da 14-ə bərabərdir. Deməli, bunun emiri olacaq 28. Cavab olacaq E variantı. Dördüncü suala baxaq. 0,5 mol CO. 0,5 mol CO2. 11,2 litr SO2. Bildiyimiz kimi 11,2 litr 22,4-ün yarısıdır. Deməli, 1 molun da yarısı 0,5 moldur. SO2. Oksigen atomlarının sayını istəyir bizdən. Biz də baxırıq ki, oksigen burada 0,5 vur 2, 1 dənə. Burada da 0,5 vur 2, 1 dənə oksigen var. Cəmi 2 dənə oksigen var. Bunu da 2 vur altdan %2, vur 10 üstü 23. Hesaplayırıq və eləyir 1,204, 10 üstü 24, C variantı. Beşinci, hansı normal şəraitdə X2H4 qazının sıxlığı 1,25'dir. Sıxlıq bildiyimiz kimi ρ bərabərdir. Emir böl 22,4. Bu da bərabərdir 1,25. Və burada 22,4'ü 1,25'e vuranda cavab edir 28. Bu da X2H4'ün emeridir. Yəni 2x plus 4. X'i də buradan tapırıq. Edir 12. 5-ci sualın cavabı eləyəcək 12. Deməli, karbon imiş bu. Sonra 6-cı sual. 33,6 litr helium. Deməli, 33,6 litr helium. Və 44,48 litr neon. 4,48 litr neon. Bunların kütləsini hesaplamalıyıq. Bunun kütləsi x qramdır. Bunun da kütləsi x qram. Burada helium olduğuna görə 22,4 litrə qarşı olacaq. Heliumun ayrı molar kütləsi 4. Neonda isə olacaq 22,4'ə qarşı 20. Buradan da x'i tapırıq. Bu x'i. Buradan da x'i tapırıq. Bu x'i və tapdığımız cavabları cəmləyirik. Gəlin tapaq. Burada 0,3 eləyəcək. Burada 2 eləyəcək ixtisar eləyəndə. Bunlar ixtisar gedəndə 2, 0,6. Burada isə 0,2, 20'ye vuranda edir 4. 4 və 0,6 cəmləyəcək, eləyəcək 4,6 C variantı. 7-ci sual. CO2'dən deməli, bir dənə qabın içində CO2 var. Bilmirik neçə qramdır və həmçinin 0,75 mol, yəni belə deyək 4/3 mol azot var. Azotda yazaq 28. Bu azotdur. Bu eləyəcək hesablayanda, ixtisar eləyəndə 21. Deməli, bunun içində olacaq azot nə qədər? 21. Və cəmi 25 qramdır. Vəssalam. CO2'dən və 0,75 mol N2'dən. 0,75 mol
Yəni 4'də 3 mol N2 elədi 21. Ona görə buraya yazdıq 21. Cəmi 25 qramdır. Deməli, x plus 21 bərabərdir 25'ə. Buradan da x bərabərdir 4'ə. Cavab D variantı 4. 8-ci sualda 10 kub metr metan və 2 kub 10 kub metr metan, 2 kub metr hidrogendən neçə dəfə ağırdır? Bunu dolayı yolunun düsturundan da tapmaq olar. Amma çox sadə bir yolu var buna. Düstur zat yazmağa ehtiyac yoxdur. Yazacağıq ki 10 kub metri vururuq metanın emirinə və 2 kub metri də vururuq hidrogenin emirinə. Və buradan bu nisbəti tapırıq eləyir 40. Deməli 40 dəfə ağırdır. 9-cu sual. Normal şəraitdə 5,6 litrinin kütləsi 11,5 qram. 5,6 litrinin kütləsi 11,5 qram. Baxaq görək 22,4 litrinin, yəni 1 molunun kütləsi neçə qramdır? Yəni biz buradan emeri tapmış oluruq. İxtisar eləyəndə burada 4 qalır. 4'ü də 11,5'ə vuraq. 46 eləyir. Emerini tapdıq 46. Və hidrogenə görə nisbi sıxlığını deyir. Qazın hidrogenə görə sıxlığının nisbi sıxlığını tapın. Böləcək 2. 23. Cavab eləyəcək 23. Keçdik 10-cu suala. Deməli, burada 0,5 mol azot, 0,5 mol azot, 22.400 ml oksigen və 3,65 qram hidrogen xlorid verilib. Və bizdən molekul soruşur. Biz molekulunu tapmaq üçün mollarını tapacağıq, mollarını vuracağıq, altdan %2, onsuz 23'ə. Burada azot onsuz da 10-cu sualda 0,5 mol azot var. Azotumuz 0,5 mol. Bunu olduğu kimi saxlayırıq. Digərlərini çevirəcəyik. 2240 millilitr çevirəndə litrə 1000'ə bölürük. 2,24 litr. Bunu da mola çevirməkdən ötürü bölürük 22,4. Eləyir 0,1 mol. Deməli, oksigenimiz 0,1 mol. 3,65 qram. Qramı necə mola çeviririk? Nü bərabərdir balaca m böl böyük m. Yəni bunu emirə böləcəyik. 3,65'i 36,5'i bölürük eləyir 0,1. Deməli, hidrogen xloriddə 0,1. Bunları cəmləyirik 0,25 eləyir. 0,25 yəni 4'də 1-də. Bunu vururuq 6,2 vur 10 üstü 23'ə. O da eləyir 1,505 vur 10 üstü 23. Y variantı. 11-ci suala baxaq. Normal şəraitdə sıxlığı metan sıxlığından 4 dəfə çox. Sıxlığın düsturu belədir. O bərabərdir mr böl 22,4. Yəni, sıxlığı metandan 4 dəfə çoxdursa, deməli, mr də metandan 4 dəfə çoxdur. Yəni, bu olur 64. 64'ün də 0,2 molu 0,2'ye vururuq. Olur 12,8. Yəni, Y variantı. 12-ci suala keçək. Normal şəraitdə götürülmüş 8 qram hidrogen, 56 qram azot. Və 8 qram hidrogen və 56 qram azot. Həcmləri müqayisə edin. Həcmləri müqayisə eləmək bildiyimiz kimi, həcmləri müqayisə eləmək, molları müqayisə eləməklə eyni şeydir. Ona görə biz rahat olsun deyə molları müqayisə eləyək. 8 qramı mola çevirmək üçün onu 2'yə bölürük. Eləyir 4 mol. 56 qram da mola çevirmək üçün 28'ə bölürük. Eləyir 2 mol. Və bunları bərabərləşdirməkdən ötürü gerək bu tərəfi 2'yə vuraq. Yəni azotu 2'yə vuraq, bərabər olsun hidrogenə. Onda olur B variantı.
Belə. Sonra keçdik 13-cü sual. Maddənin tərkibində karbon, hidrogen və oksigen atomları sayılar nisbəti 1, 3, 1-in 3-ə, 10-da 1-ə. Kimidir? Bu maddənin buxarının hidrogenə görə nisbi sıxlığı 31 olduğunu bilərək onun molekul formulunu müəyyən edin. 1, 3, 1. Baxaq, burada 1, 3, 1-dir. Burada da ixtisar eləyəndə 1, 3, 1 qalır. Burada da 1, 3, 1 qalır. Amma bunlar uyğun deyil. Və hidrogenə görə nisbi sıxlığı 31 olduğuna görə o deməkdir ki, hidrogenə görə nisbi sıxlıq 31 olduğuna görə burada Mr bərabərdir 62. Mr bərabərdir 62 və hesablayaq bir-bir. Görək burada Mr neçədir? Deməli, 12 üstə gəl 3 üstə 16 deyir 31. 31 bu isə 62-dir. Biz axtardığımız 62-dir. Demək bunun 2 qatı olmalıdır. Ona görə variant olur B variantı. 14-cüyə baxaq. Maddənin tərkibində karbon və hidrogen atomları sahib 1-in 2,5-ə nisbətdir. 1-in 2,5-ə nisbətini 2 dəfə artırsaq 2-nin 5-ə nisbəti, onu da 2 dəfə artırsaq 4-ün 10-a nisbəti. 4-ün 10-a nisbəti, o da A variantdır. Başqa elə bir variant yoxdur. 15-ci sual. 0,125 mol CO2, 0,125 mol N2. Deməli, molekulların sayını istəyir bizdən. Cəmləyirik, eləyir 0,5 və onu da vuruq 6,2, 10,23-ə. Yəni, 6,2, 10,23-ün yarısı. 16-cı sual. Hansı qazların normal şəraitdə sıxlığı eynidir? Sıxlığı eynidir, yəni emirləri eyni olsun. Bu 44-dür. Bunun da emiri 44-dür. Ona görə 1-3 olacaq. Bunlar çox sadə suallardır. 17 həmçinin sıxlığı eynidir deyirsə, yenə də emirləri eyni olanı götürəcək. Bunlar çox sadə suallardır. Hansı qaz, 18-ci sual. Hansı qaz havadan ağırdır? Bu emiri 29-dan böyük olanı götürəcək. Bir-bir hesablayıb. Bu da çox sadə sualdır. 19-cu sual. Yüngüldür deyirsə, 29-dan balaca olanı götürəcəyik. Sonra 20-ci sual. 20-ci sualda deyir ki, 0,5 molunun kütləsi 3,2 qram. 0,5 molunun kütləsi 3,2 qramdır. 1 molunun kütləsi nə qədərdir? Bunu 20-yə vursaq 1-ə bərabər eləyir. Deməli, bunu da 20-yə vurmalıyıq. Eləyəcək 64. X bərabərdir 64. Yəni, buradan belə deyək, tənasübdən X-i tapırıq. Siz necə tapırsınızsa tapın. X bərabər 64. Və bunun hidrogenə görə nisbi sıxlığını deyir. Deməli, 64-ü 2-yə böləcəyik, eləyəcək 32. 21-ci sual. Eynən onun kimidir. 22-ci suala baxaq. Hidrogenə görə sıxlığı 14-dürsə, hidrogenə görə sıxlığı 14-dürsə, deməli, bunun emiri 28-dir. Emiri 28-dirsə, onun 0,5 molu, yəni 2-yə bölsək, eləyəcək 14. B variantı. 23-ə baxaq. 23-ə baxaq. C2H4 və CO qazlarının qarışığına hansı qazı əlavə etdikdə orta molyar kütləsi artar? Artar deyirsə, bunlardan böyük olmalıdır. Bunun emiri 28, bunun da emiri 28 və 28-dən böyük olan əlavə eləməliyik. 30-dur. Deməli, variant olacaq B. Həmişə böyük olanı əlavə eləyəndə artır, kiçik olanı əlavə eləyəndə azalır. Burada da azotdur, azot 28-dir. Dəm qazı CO-dur, CO da 28-dir. Azalar deyirsə 28-dən balaca olanı götürəcəyik. O da budur. NH3 17. 25-ə baxaq. Deməli, X və Y qazların hər ikisinin heliuma görə nisbi sıxlığı 11-dir. Heliuma görə nisbi sıxlığı Mr bölü 4 deməkdir. Bu 11-ə bərabərdirsə, deməli, Mr'imiz 44-dür. Hər ikisinin Mr'i deməli 44 demiş ki, hər ikisinin nisbi sıxlığı 11-dir də. Ona görə bunlar bir-birinə bərabərdir. Və 26 çox sadədir. Maddə miqdarları bərabərdirsə, biz demişdik ki, nu1 əgər nu2-yə bərabərdirsə, onda V1 də bərabərdir V2-yə. Ona görə variant olacaq A variantı. 27 şifahi sualdır, nəzəri sualdır.
Qazlar üçün doğru olan ifadələri göstərin. Molekullar arasında cazibə qüvvəsi çox azdır. Bəli, molekulları, axı qaz molekulları hərəsi bir tərəfdədir. Onların arasında cazibə qüvvəsi çox azdır. Molekulların ölçüləri onlar arasındakı məsafədən çox kiçikdir. Molekulların ölçüləri onlar arasındakı məsafədən çox cıqqılıdır. Düzdür. Molekuldakı atomlar arasında yalnız polyar kovalent rabitə. Deməli, biz rabitə dərsini keçəndə deyəcəyik. Məsələn, hidrogendə molekullar arasında, atomlar arasında. Burada isə deyir, molekulda atomlar arasında, bəli. Burada atomlar arasında qeyri-polyar kovalent rabitədir, amma məsələn, H-xlorda polyar kovalent rabitə. Yəni, hər ikisi ola bilər, bu səhvdir. Bunlar ikisi düzdür, üçüncü səhvdir. 28 də eynən ondandır. 29-da nə deyir? Deyir ki, normal şəraitdə 22,4 litr oksigen, yəni O2-dən gedir söhbət. 1 mol oksigendən bu 32-dir. 22,4 litr hidrogendən, yəni hidrogenda 2-dir. Neçə dəfə ağırdır? 32-ni 2-yə bölürük, eləyəcək 16. 30-cu suala baxaq. Burada tərkibində eyni mol sayda qazlar var. Yəni CH4, N2 və CO2. Bunların hərisinin eyni mol saydadırsa, deməli deyək ki, X moldur da və yaxud da 1 moldur deyə bilərik, eyni şeydir. Və CO2-nin kütlə payını hesablayın. Kütlə payını hesablamaqdan ötürü nə edəcəyik? Bunun əvvəlcə bütöv kütləsini hesablayacağıq. Sonra orada CO2-nin kütləsinin faizini hesablayacağıq. Biz bunların hər birini 1 mol hesab eləyə bilərik. 1 mol hesab eləyə bilərik. Çünki bizə kütləsini verməyibdir. Qarışığın ümumi kütləsini verməyibdir. Ona görə 1 mol hesab eləyə bilərik. Lap kütləsini versə belə, istənilən halda kütlə payını tapanda bu yoldan istifadə eləsək düz olacaq. CH4 16'dır. N2 28, CO2 də 44. Bunlar cəmləyirik. Deməli eləyəcək 88. 88 hamısıdır. 88 100%'dir. 100% və deyir ki CO2'nin. CO2 də 44'dür. 44'də X. Yarısı da 50% eləyəcək. Cavab Y variantı.